keçəcəyimiz mövzu. İki nöqtədən keçən düz xəttin tənliyi, fiqurların dönməsi, çevrilməsi, bir də keçəcəyik homotetiya. Birinci keçirik, iki nöqtədən keçən düz xəttin tənliyi. Bucaq əmsallarının qiymətinə görə düz xətlərin paralel və ya perpendikulyar olduğunu söyləmək olar. Yəni, bucaq əmsallarına görə onu təyin etmiş oluruq. Əgər deyir ki, iki düz xəttin tənliyində bucaq əmsalları bərabərdirsə, tutaq ki, y bərabərdir, 2x çıx 5. Y bərabərdir 2x üstə gəl 7. Bunların hər ikisində 2, 2, yəni bucaq əmsalları bərabərdirsə, bu zaman bu düz xətlər paraleldir. Paralel. Düz xətlər paralel deyirik. Bu birinci halımızdır. İkinci halımızda isə bucaq əmsalları, məsələn, K1 bərabərdir, -1 bölünsün K2 şəklindədirsə, yəni belə deyək də, K1 ilə K2-nin hasili, -1-ə bərabərdirsə, çünki çarpaz quranda -1 eləyir. Bunların hasili -1-ə bərabərdirsə, o zaman bunlar perpendikulyardır. Məsələn, belə deyə bilərik, y bərabərdir 3x çıx 1, bir də y bərabərdir -3/1 üstə gəl 6. Yəni, -3/1 ilə 3-ü 1-ə vuranda perpendikulyar. Aydındır. Bu hissədə bir problem yoxdur. Yəni, bir dənə bunu bilirik. Hasili -1-dirsə perpendikulyardır. Bir də K-larımız bərabərdirsə, o zaman paraleldir. Burada problem yoxdursa, keçək növbəti mövzu. Yoxdur. Keçirik növbəti hissəyə. Tutaq ki, deyir ki, biz əvvəlki siniflərdə də dönmədi, əks etmədi, sürüşmədi, bunları keçmişik. Bugün dönməni keçəcəyik. Dönmə uşaqlar, var 90 dərəcə dönmə, var 180 dərəcə dönmə, var 360 dərəcə dönmə. Əgər, məsələn, tutaq ki, bu F-dir, bu da F-dir. Əgər bu formadadırsa, bu nədir? Əks etmədir. Yəni, bir-birinin əks etməsi, oxa nəzərən əks etmə. Əgər ki, məsələn, bu F-dirsə, bir də F, məsələn, belə formadadırsa, o zaman nədir? Buradan bura neyinir? Dönmədir. Dönməyə bəzən fırlanma da deyirik. Bir də var ki, məsələn, F buradadır ki, aparılıb bura qoyulub. Yəni, buradan bura istiqamətlənir. Bu zaman nədir bu? Sürüşmədir. Yəni, F buradan digərinə sürüşdürülür. Bunu aşağı siniflərdən və dönmələr də adətən, məsələn, 45 dərəcə dönmə olur, 180 dərəcəli dönmə olur. Yəni, bunlarda dedim. Məsələn, tutaq ki, deyək, burada F var. Bir də deyək ki, F belədir. Bu neçə dərəcə dönmüş olur? Buradan dönmüş olur. Və yaxud da, indi bunu ölçmək üçün necə düşünürük? Belə şəkildə. Məsələn, bura F-dir. Əgər F-imiz belə vəziyyətdədirsə, deməli 90 dərəcə dönmüş olub. Belə vəziyyətdədirsə, 180 dərəcə dönmüş olub. Belə vəziyyətdədirsə, 270 dərəcə dönmək olub və gəlib yenidən öz vəziyyətindədirsə, 360 dərəcə dönmə olub. Aydındır. Dönmə də bu qədər. Dönməni hansızsa bilirsiniz. Problem yoxdursa, keçək növbətiyə. Yoxdur ki. Burada var, araşdırın dəftərinizi. Bu his deməli. Tutaq ki, deyir ki, müstəvinin özünə çevrilməsində istənilən iki nöqtə arasındakı məsafə eyni ədəd dəfə dəyişərsə, belə çevrilməyə oxşarlıq çevrilməsi deyilir.
Sonra nə edirik? Məsələn, burada belə bir şey var ki, K böyükdürsə 1-dən, fiqur ilkin fiqura nəzərən böyüyür. Məsələn, balaca bir dənə fiqur çəkirəm. Bir dənə də buradan böyük bir fiqur çəkirəm. Böyük bir fiqur çəkirəm. Əgər K böyükdürsə 1-dən, hansı bir düşdür, K 1-dən böyükdürsə, bu fiqur digər ilkin fiqura nəzərən böyüyür. Əgər K, bu böyümə halı K böyükdürsə 1-dən. Əgər K 0-la 1 arasındadırsa, fiqur ilkin fiqura nəzərən kiçilir. Yəni, bu böyük fiqur birinci göstəribsə, bundan balacalaşır. Əgər ki, K bərabər 1 o, ilkin fiqur böyük fiqura bərabər olur. Yəni, ilkin fiqur digər fiqura bərabər olur, konkurent olur. Aydındır. Əgər K kiçikdir 0 olduqda, K kiçikdir 0 olduqda, K kiçikdir 0 olduqda, burada da homogeniya baxmaq olar. Bu halda belə deyək də, homogeniya mərkəzlərinin müxtəlif hissələrlə, yəni mərkəz hissənin fərqli üsullarla qeyd edilir. Əsasən bu hal çox da olmur. Əsas bizə lazımdır. K böyükdür 1 olduqda, ilkinə əsasən nə olur? K 1 ilə 0 arasında olarsa, ilkinə əsasən kiçilir. K bərabər 1 olduqda isə ondan eyni ölçüdə qalmış olur. Yəni, konkurent olur. Sualı olan var. Yenə də hər bir qaydaları öyrənməlisiniz ki, o qaydalara əsasən biz misalları tapmış oluruq. Belə, sualınız yoxdursa, yekunlaşdıraq.